Boğa bürcü 1 may 2026-cı il. Bir çox işlər istədiyinizdən daha yavaş irəliləyəcək və hadisələri süni şəkildə sürətləndirməyə çalışmaq böyük ehtimalla yalnız zərər verəcək. Daha yaxşısı bir adım geri çəkilib hadisələrin necə inkişaf edəcəyini izləmək, daha uyğun məqamı gözləməkdir. Şəxsi münasibətlərdə dəyişikliklər mümkündür. Yaxın insanla açıq söhbət gərginliyi aradan qaldırmağa və köhnə problemləri həll etməyə kömək edəcək. Qeyri-adi səfərlər, gözlənilməz görüşlər və yadda qalan romantik anlar ehtimal olunur. Qoç bürcü 1 may 2026-cı il. Bütün işlərin öhdəsindən əla gələcəksiniz. Əgər ilk növbədə öz gücünüzə arxalansanız və kənardan kömək və ya ipucu gözləməsəniz, yaxınlarla fikir ayrılıqları mümkündür, amma mübahisələrə çox vaxt sərf etməmək daha yaxşıdır. Çünki hər halda sizin haqlı olduğunuz çox tez hamıya aydın olacaq. Maliyyə məsələlərinə təmkinli olmaq lazımdır. Artıq xərclərdən çəkinin, borc götürməyin və alışları kreditlə rəsmiləşdirməyin. Əkizlər bürcü 1 may 2026-cı il. Gün sizi mütləq təəccübləndirəcək. Adi gündəlik rejim pozulacaq. Planları yolda dəyişməli olacaqsınız. Tanış şeylərə baxışınız gözlənilmədən yenilənəcək. Başlanğıcda bu sizi biraz çaşdıra bilər, amma çox keçmədən buna alışacaqsınız. Sizi öyrənə biləcəyiniz insanlarla görüşlər gözləyir. Bəzi əkizlər yaxın zamanda faydalı məlumat əldə edəcəklər. Xərçəng bürcü 1 may 2026-cı il. Gün sizi sevindirəcək. Əvvəllər çətin görünən tapşırıqlar tez və əlavə səy olmadan həll olunacaq. Ətrafdakılar uğurlarınıza diqqət edirəcək. Sizi dəyərləndirməyənlər səhv etdiklərini anlayacaqlar. Ünsiyyətdən qaçanlar isə özləri təşəbbüs göstərəcəklər. Romantik münasibətlərdə təşəbbüs göstərməkdən çəkinməyin. Bu mütləq dəstəklənəcək. Yaxınlar xoş sürprizlər edəcək. Yaxşı xəbərlər isə əhvalınızı yüksəldəcək. Şir bürcü 1 may 2026-cı il. Günün əvvəlində pul daxil olmaları, uğurlu alışlar və sövdələşmələr mümkündür. Bu vaxtdan ağıllı istifadə etməyə çalışın, amma eyni zamanda ayıq düşüncəni qoruyun. Kimsə sizə həddindən artıq çox vəd verərsə, ya sizi təsirləndirərsə, buna uymayın. Həqiqətən yaxşı təkliflər dərhal qərar tələb etmir. Günün ikinci yarısında daha diqqətli olun. Yorğunluq və diqqətsizlik xoşagəlməz səhvlərə səbəb ola bilər. Vacib detalları gözdən qaçırmaq və ya lazımsız söhbətlər etmək ehtimalı var. Qız bürcü 1 may 2026-cı il. Gün çoxlu gözlənilməz hadisələr gətirəcək, amma siz onları elə sakit qarşılayacaqsınız ki, əksər çətinliklər tez və demək olar ki, asanlıqla həll olunacaq. Gözlənilməz vəziyyətlərdə özünüzü itirməmək əsas üstünlüyünüz olacaq. Köhnə tanışların məsləhətlərinə qulaq asmaqda faydalı olar. Günün ikinci yarısı ünsiyyət çox xüsusilə əlverişli olacaq. Qonaq qəbul etmək, dostları və qohumları ziyarət etmək olar. Görüşlər səmimi və rahat keçəcək. Tərəzi bürcü 1 may 2026-cı il. Ünsiyyətdə seçici olmaq lazımdır. Elə insanlar tapılacaq ki, sizi xeyirxahlığınızdan öz maraqları üçün istifadə etmək istəyəcəklər. İş məsələlərində zamanla sınanmış insanlara güvənin və tanıdığınız şəxslərin söz və vədlərinə isə ehtiyatla yanaşın. Bu demək deyil ki, hamıya şübhəli yanaşmalısınız. Sadəcə tələsməyin. Yaxınlarla fikir ayrılıqları mümkündür. Bugün siz mövqeyinizi daha qətiyyətlə müdafiə edəcəksiniz və bu ətrafdakıları təəccübləndirə bilər. Bununla belə ciddi münaqişə yaranmayacaq. Əqrəb bürcü 1 may 2026-cı il. Gün bir qədər narahat keçəcək və bu daha çox xarici hadisələrdən yox, sizin emosional vəziyyətinizdən qaynaqlanacaq. Siz sözlərə və hərəkətlərə həmişəkindən daha əsas reaksiya verəcəksiniz. Halbuki başqa vaxt bunlara diqqət etməzdiniz. Maliyyə məsələlərində tələsməmək daha yaxşıdır. Planlaşdırılmamış alışlardan imtina edin. Hətta onlar çox cəlbedici görünsə belə, pul məsələsində intuisiya sizi aldada bilər. Oxatan bürcü 1 may 2026-cı il. Gün çox məhsuldar keçəcək. Siz dəqiq və toplu hərəkət edəcəksiniz. Həll tələb edən məsələləri tezliklə aradan qaldıracaq. Heç bir vacib detalı qaçırmayacaqsınız. Lazım gələrsə köməyi də tez əldə edəcəksiniz. Pul daxil olmaları ehtimal olunur. Şəxsi həyatda isə bir qədər təmkin tələb olunacaq. Siz xoşagəlməz şeylərə adi haldan daha kəskin reaksiya verə bilərsiniz və hətta xırda mübahisələr belə sizi incidə bilər. Oğlaq bürcü 1 may 2026-cı il. Günün başlanğıcı o qədər də xoş olmayacaq. Xırda şeylər sizə əvvəlkindən daha çox əsəbləşdirəcək. İstənilən irad incidir kimi görünə bilər. Bəzi oğlaqlar ani impulsa sonradan peşman olacaqları sözlər deyə və ya hərəkətlər edə bilərlər. Özünüzü narahat hiss etsəniz fasilə verməyə çalışın. Günün ikinci yarısında əhvalınız yaxşılaşacaq. Vəziyyət müsbət istiqamətdə dəyişəcək. Maraqlı görüşlər və faydalı tanışlıqlar mümkündür. Dolça bürcü 1 may 2026-cı il. Gün çoxlu yaxşı ideyalar gətirəcək. Siz diqqətli, toplanmış və detallarda dəqiq olacaqsınız. Çətin işlərin belə öhdəsindən tez gələcəksiniz. Ünsiyyət isə əvvəllər anlaşmaq çətin olan insanlarla belə asan olacaq. Bəzi dolçalar gəliri artırmağa kömək edəcək, məlumat əldə edəcəklər. Maliyyə işlərində ehtiyatlı olmaq lazımdır. Kiçik amma xoşagəlməz itkilər və uğursuz alışlar mümkündür. Planlaşdırılmamış xərclər etməzdən əvvəl yaxınlardan biri ilə məsləhətləşin.
Balıqlar bürcü 1 may 2026-cı il. Səhər saatlarında insanlarla anlaşmaq bir qədər çətin olacaq. Əvvəllər yaxşı yola getdiyiniz insanlar belə sizi düzgün başa düşməyə bilər. Gözlənilməz fikir ayrılıqları yarana vaxtınızı ala bilər. Vacib qərarları emosiyaların təsiri altında verməməyə çalışın. Lakin tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək. Günün ikinci yarısı ailə üzvlərindən biri ilə bağlı xoş xəbərlərlə sevindirəcək. Gözlənilməz hadisələr və xoş sürprizlər mümkündür.